Bəyə atılmayan şər, böhtan qalmadı. Ruspərəstlər dedilər, Rusa işləyir. Farspərəstlər dedilər, Sionistə işləyir. Digər manqurtlar dedilər, İngilisə işləyir. Qərar verin, bir insan bu qədər gizli qurumlarda necə işləyə bilər? Onun haqqında heç bir səhv tapa bilmədilər deyə, hər satqın öz maraqlarına uyğun yalan uydurdu. Bu insan 25 il əvvəl ölüb, hələ də ona qarşı mübarizə aparırlar. Adamın ölüsü ilə mübarizə aparırlar. Hələ ortada utanmadan bəyə erməni deyənlər də oldu. Bu cür insanların profillərinə baxıram, profillərində çox vaxt İranı, Rusu təbliğ edəcək, onların ideologiyasına meyl edən paylaşımları açıq-aydın görmək olur. Əlbəttə, bu cür insanlar Elçibəyi sevməyəcək. Çünki onlar satqındır, Elçibəy isə əsil Azərbaycan evladı idi. Əgər Elçibəy casus olsaydı, o devrilməzdi. Çünki heç bir xarici qüvvə öz adamının hakimiyyətdən düşməsinə izin verməz.